Bir ayə oxuyum Qurandan, ata-ananın Allah tərəfindən tövsiyə olunmasıdır. Və qəza rabbukə, sənin Rəbbin vacib buyurur, hökm edir. Əllə ta'budu illa iyyah. Əmr edir ki, ondan başqasına pərəstiş eləmə, Allaha şərik qoşma. Nə canlı bütləri, nə cansız bütləri. Pərəstişdə Allahın şəriki yoxdur. Heç kəs Allaha şərik deyil. Pərəstiş yalnız Allahadır. Bəndəlik yalnız Allahadır. İnsan pərəstiş etməlidir Allahdan, başqasını etməməlidir, pərəstiş etməlidir yalnız Allaha. Bunu deyəndən sonra buyurur ki, və bil valideyni ihsanən, və valideynlərinizə yaxşılıq edin, və Allahın hökmüdür. Tohidlə də əlaqəlidir. Vaxt yoxdur açmağa. İkinci xütbədə adətən mən çox təhlilə vaxt ayırmaq istəmirəm, çünki başlasaq onda geri 1 saat danışım. Çox sıx əlaqəsi var tohidlə valideynə yaxşılığın arasında. Əlaqə var. Ondan sonra buyurur ki, və imma yəbluğənnə indəkəl kibər əhəduhuma əv kilahuma fələ təqul ləhuma uffin. Buyurur ki, əgər yaşadıqları zaman, sən yaşadığın zaman, onlardan biri və yaxud hər ikisi həyatda olsa, onları incitmə və uf da demə, onlarla hörmətlə danış. Ağ valideyn o deyil, atasının üstünə qışqırsın. Ağ valideyn odur ki, atası buna acıqlansın nahaq yerə, haqsız yerə. Onu təhqir eləsin, ona ağır söz desin, bu da desin, və bu kifayətli ki, adam olsun ağ valideyn. Və bu kifayətli ki, insan cənnət üzü görməsin. Bu qədər kifayətdir. Bunu elə-belə düşünməyin. Yəni, bu bir məqamdır ki, insan buna gedib çatmalıdır. Hər bir insan çatmalıdır. Ufdan yüngül söz yoxdur. Quranda uf bir dəfə işlənir, bu yerdədir. Valideynizə uf da deməyin. Üz turşudmayın. Hətta haqsız olsa belə, hətta dinsiz olsa belə, birinci xütbə ilə özünüz əlaqələndirin bu danışdığımı. Vəhfiz ləhumə cənahə zullif minər-rəhmə. Deyir, onların qarşısında mehribanlıqla baş əy. Və qur Rabbirhamhuma kəmə Rabbəyani səğira. Dinən ki, onlar üçün dua edin, Allah onlara rəhm elə. Necə ki, mən kiçik idim, onlar məni böyütdülər. Görürsünüz, ana necə yerindən qaçır. Allah nə verib bu analara, atalara, valideynlərə? Adam valideyn